Bəs yaxşı, niyə görə çıxdı? Çünki şiyələr onu aldatdı. Hansı şiyələr? Vallahi ki, bir-bir adları ilə deyə bilərəm. Əli radiyallahu anhunun ordusunda, Cəməl döyüşündə, Səffeyn döyüşündə iştirak edən şiyələr Hüseyni öldürənlərdir. Və onun cəsədinə belə işgəncə verənlərdir. Ona görə onlar özlərini döydülər. Və bu günə qədər də o peşmançılıqdan özlərini döyürlər. Hüseyni aldatdılar, gəl. Hüseyin Yezidə qarşı üsyana getmirdi. Yezid haradaydı? Harada otururdu Yezid? Şamda. Hüseynin hadisəsi harada oldu? Kərbalada. Kərbala ilə Şamın arası nə qədərdir? Bir ay. Ha? Bir ay. Niyə görə deyirlər ki, Yezid Hüseyni öldürüb? Mən burada yenə deyirəm, Yezidi təmizə çıxartmaq fikrim yoxdur mənim. Hər kəsi Allah Taala hesaba çəkəcəkdir qiyamət günü. Kim nə edibsə onu da layiqdir. Biz Əhlüsünnə vəl Cəmaə olaraq etiqadımız odur ki, Əhl-i-Beyti əziyyət verən, ələxüsusda Hüseyni öldürən, öldürtdürən, ölümündə iştirak edən, onun ölümünə sevinənlərə Allah lənət eləsin. Dedi Şeyxülislam İbn Teymiyyə bu görüşü deyir. Aydındır? İkinci yöndən, əgər Hüseyn xilafəti bəlli olub getsəydi, burada da artıq müəyyən qədər danışmaq olardı. Baxın, İslam hardan ibarət idi? İslam Misirdən ibarət idi. İslam Hicazdan ibarət idi. İslam İraqdan ibarət idi. Hansı ki, Küfə də onun içində gedir. Bir də İslam Şamdan ibarət idi. Yezdin dəstəsində, Hüseynin dəstəsində nə qədər adam var idi? Kim qoşulmuşdu o dəstəyə onunla getmək üçün? Mən müsəlmanlarla beyyət eləməmişdi. Zaten o xilafət söhbəti yox idi ortada. Əgər imamət dinin rükünü idisə, niyə görə o qədər müsəlmandan biri ona beyyət edib onunla getmədi? Əksinə müsəlmanların öndərlərindən, böyük sahabələrdən Abdullah ibn Ömər kimi, Abdullah ibn Abbas kimi böyük sahabələr Hüseyni yayındırmaq istəyirlər ki, onlar sənin qardaşına da xəyanət edib öldürdülər və səni də xəyanət edəcəklər. Onlara inanma. Baxmayaraq, bəzi rivayətlərə görə 300 mindən çox məktub gəlmişdi. İnandı onlara. İnandı və getdi. Və deyirlər ki, Hüseyin olmasaydı din gəlib əlimizə çıxmazdı. Məgər Hüseyin, Allah ona razı olsun, din müdafiəsi üçün müharibə edirdi. Müharibəyə gedən ailəsin, qızın gəlinin aparar, nəvələrin, körpə uşaqları aparar. Xeyr, vallahi ki, Hüseyin müharibəyə getmirdi. Hüseyin sadəcə gedir ki, müsəlmanların başına keçsin və onları idarə edib xəlifəlik eləsin. Çünki insanlar onu istəyir. Və inandı buna. İnandı, getdi və o acınacaqlı o faciə baş verdi. Amansızcasına onu qətlə yetirdilər ailə üzvləri ilə birlikdə.